Vladimir Putinin anası Mariya İvanovna gündəlik işlərdən əldə etdiyi qazancla dolanırdı. 1999-cu ildə vəfat edib. Onun haqqında bildiklərimiz elə bu qədərdir. Putinin mediaya danışdığı rəsmi versiya olduqca sadədir. Anası 2-ci Dünya müharibəsi zamanı ölü bilinib. Meyitlər arasında daşınarkən həyat yoldaşı Putinin atası son anda onu tanıyır və xilas edir. Amma hər şey həqiqətən bu qədər sadədirmi? Putin prezident olduqdan sonra keçmişi didik-didik araşdırılır və Gürcüstanın Qori bölgəsindəki bir kənddə Rus əsilli başqa bir qadının Putinin əsl anası olduğu iddiası ortaya atılır. Deyilənə görə o, Vladimir Putini evlilikdən kənar münasibətdən dünyaya gətirmişdi. Atası isə evli olan bir avtomobil ustası idi. Bu elə belə iddia deyildi, çünki bu araşdırmanı aparan İtalyan jurnalist Anthony Russo 16 oktyabr 2000-ci ildə Tbilisi yaxınlığında kənd yolunun kənarında ölü tapılır. Onun dizüstü kompüteri və əl kamerası da yoxa çıxmışdı. Bu sadəcə bir təsadüfdürmü? Bu sual bizi Vladimir Putin portretinə daha da yaxınlaşdırır, çünki bu hekayə onun həyatına tam uyğundur. Sirlər içində böyüyən bir uşaq, keçmişini araşdıranların canından olması və hər zaman arxasında hiss edilən bir qaranlıq əl. Bəli, bu gün sizə son 20 ilin ən çox danışılan, ən çox qorxulan, bəziləri üçün qəhrəman, bəziləri üçün isə kabusa çevrilmiş bir liderdən, Vladimir Putindən danışacağıq. 1991-ci il Sovet İttifaqı rəsmən dağıldı. Yerində Rusiya Federasiyası yarandı, amma bu yeni ölkə xaos içində idi. Keçmiş imperiyanın dağıntılarını təmizləməyə çalışan bir sistem və vəhşi kapitalizmin gətirdiyi ağrılarla boğuşan bir xalq. Bütün ölkə mafiyanın və oliqarxların əlində oyuncaq olmuşdu. İnsanlar çörək tapmırdı, qanun yox idi, polis belə mafiyalaşmışdı. Bir sözlə Rusiya dərin bir uçurumdaydı. 90-cı illərin Rusiyası sanki yer üzündə bir cəhənnəmi xatırladırdı. Rusiyanın ilk dövlət başçısı Boris Yeltsin kommunizmdən xilas edən qəhrəman kimi ortaya çıxmışdı. Kommunistlərin yenidən hakimiyyətə gəlməsi qorxusu onu 1999-cu ilin sonuna qədər vəzifədə saxladı. Rusiya xalqı Yeltsin sayəsində kommunizmdən xilas olmuşdu. Amma indi də ölkəni oliqarxların əlindən kim xilas edəcəkdi? Təbii ki, Vladimir Vladimiroviç Putin. Putin 7 oktyabr 1952-ci ildə Leninqradda, bugünkü Sankt-Peterburqda doğulub. Babası Lenin və Stalinin şəxsi aşpazı olub. Atası Sovet donanmasında xidmət etmiş bir Qızıl Ordu əskəri idi. İki qardaşı vardı. Biri müharibədən əvvəl, digəri isə Leninqrad müharibəsində vəfat etmişdi. Uşaqlığı kommunal mənzildə keçib. Ətraf mühiti zorakılıq və dava-dalaşla dolu idi. Putini küçə davalarından uzaq dursun deyə atası onu boksa yazdırdı. Amma bir yumruqla burnu qırıldıqdan sonra cüdo ilə məşğul olmağa başlayır. Elə buradan Putin obrazı formalaşmağa başlayır. Zəif bədəni ilə deyil, strategiyası ilə döyüşən bir uşaq ortaya çıxır. 15-16 yaşlarında müəlliminin yönləndirməsi ilə siyasətə maraq göstərir. Kompartiyanın gənclər təşkilatı olan Komsomola qoşulur. Casusluq kitabları oxuyur, filmlər izləyir. 16 yaşında birbaşa KGB-nin qapısını döyür və cavab verə biləcək biri vəzifəli ilə görüşə bilir. KGB ona deyir, ya orduya get, ya da hüquq oxu. Putin hüququ seçir. Bu sadəcə bir qərar deyildi. Bu Putinin yüksəliş planının ilk addımı idi. Putin çox da parlaq şagird deyildi, amma necə oldu ki, cəmi 40 nəfərin seçildiyi Leninqrad Dövlət Universitetinə qəbul olundu? Bu sualın cavabında bir ad var, qaranlıq əl. Onun hər addımında universitetə qəbul, xarici təyinatlar, olduğu vəzifələrdə görünməyən bir güc onu irəli itələyir. Putin universiteti bitirdiyi kimi xəyallarına çatmışdı. 1975-ci ilin yayında KGB üçün işləməyə başladı. İlk işi Leninqrada gələn əcnəbilərlə və xarici çıxmaq imkanı olan jurnalist, idmançılarla bağlı məlumat toplamaq idi. Çox da həyəcanlı bir iş deyildi. Amma tez bir zamanda o KGB-nin birinci baş idarəsinə, yəni xarici əməliyyatlara keçdi. Bu isə 300 min KGB əməkdaşı arasında sadəcə 5000 nəfərə qismət olurdu. 1980-ci ildə Aeroflot stüardessası Lyudmila ilə evləndi. Bu evlilikdən 2 qız övladı dünyaya gəldi. Onun evliliyinin də KGB tövsiyəsi ilə olduğu iddia edilir. Çünki Putin qadınlarla ünsiyyətdə özünü rahat hiss etməyən, sosial olaraq qapanıq biri idi. Amma Sovet mədəniyyətində 30 yaşını keçmiş kişilərin evli olmaması xoş qarşılanmırdı. KGB-də isə bu zəiflik əlaməti kimi qəbul edilirdi. Putin 1985-ci ildə Şərqi Almaniyaya göndərilir. Bu dövr göstərir ki, Putin əslində bizim təsəvvürümüzdəki super casus deyildi.
Bəli, iti zəka və yaxşı təşkilatçılıq qabiliyyətinə sahib idi, bu doğrudur. Amma internet miflərində dolaşan nağıllar, məsələn, 1988-ci ildə Birləşmiş Ştatlar prezidenti Ronald Reagan Moskvaya səfər edərkən onun yanında jurnalist və ya turist paltarı ilə dolaşması ya da Türkiyədə tüpraş tikintisində çalışması, bunların heç birinə etibarlı mənbələrdə rast gəlinmir. Bunlar sadəcə uydurmalardır. 1990-cı ildə Putin və ailəsi Dresden missiyasını başa vuraraq Leningrada qayıtdı. Burada Leningrad Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışaraq onu prezidentliyə aparacaq 9 illik yoluna start verdi. Siyasətə atılan Putin Leningrad meri Anatoliy Sobçakla işləməyə başlayır. 1996-cı ildə Sobçak seçkiləri uduzur, Putin işsiz qalır, gələcəyi qaranlığa bürünür. Amma bəli, o qaranlıq əl bir daha Putini yenidən yerdən qaldırır. Moskvadan gözləmədiyi bir təklif aldı, Kremldə işləyəcəkdi. Hüquq işləri və Rusiyanın xaricdəki mülklərinə cavabdeh olacaqdı. Putini Kremlə gətirən iki mühüm ad vardı. Prezident administrasiyasının rəhbəri Pavel Borodin və prezidentin müavini Aleksey Volin. Putinə Kremlin içindən vəzifə təklifi gəlir. Hüquq məsələləri üzrə işləyəcəkdi. Qısa müddətdə FSB-nin yeni KGB-nin varisi olan xidmətinin rəhbəri olur. Bəli, bu qaranlıq əldə etdiyimiz şey böyük ehtimalla Ruslərin dövlətidir. Bəs Putin necə prezident oldu? 1999-cu ilin son günü Boris Yeltsin istefa verir. Yerinə müvəqqəti olaraq o gənc məmur Vladimir Putin təyin olunur. 4 il əvvəl işsiz olan adam indi Rusiya Federasiyasının prezidentidir. 2000-ci ilin martında keçirilən seçkilərdə Putinin qarşısında demək olar ki, heç kim dayanmır. 53% səslə prezident seçildi. Putin 2008-2012-ci illər arasında formal səbəblərlə yenidən baş nazir vəzifəsinə keçir. Amma 20 ildən artıqdır ki, Rusiyada həqiqi güc Vladimir Putinin əlindədir. Prezident olan kimi ilk olaraq oliqarxların sərvətinə əl qoydu, çeçenlərə qarşı müharibəni uddu, rüşvətə və sistemsizliklə boğuşan bir ölkəni sərt şəkildə nizama saldı. Qərb mediası onu avtoritar kimi təqdim edir. Amma reallıq nədir? Putin Rusiyada sevilən liderdir. Bəli, müxalifləri də var, amma onun arxasında duran böyük bir xalq dəstəyi və çox güclü bir PR maşını var. Judo, at sürmə, sualtı dalış, təyyarə uçurtmaq, Formula 1 maşını sürmək. Bütün bunlar güclü lider imicini qorumaq üçün idi və işə də yaradı. Sovetlər dağıldı, amma Putin o güc arzusunu, o imperiya idealına heç vaxt buraxmadı. 2009-cu ildə Çeçenistan üzərində qazanılan qələbə ilə birlikdə Rusiya düşmənlərinə biz hələ də buradayıq mesajını verdi. Və illər sonra 2022-ci ildə tarixə damğa vuran bir qərarla Ukraynaya hücum etdi. Bu sadəcə bir torpaq savaşı deyildi, bu qərbə açıq meydan oxumağı idi. Putin qırmızı xətləri tanımır, sanksiyalar, diplomatik təzyiqlər, beynəlxalq qınaq, heç biri onu dayandıra bilmədi. O, dünya səhnəsində tək qalsa belə amma geri çəkilmir. Çünki onun üçün bu müharibə sadəcə Ukrayna ilə deyil, qərb dünyasına qarşı açılmış bir cəbhədir.